Hər vaxtınız xeyir olsun dostlar, xoş gördünüz kanalımda. Günlər Türkiyə Süper Liqasının bu həftənin son oyunu, son oyunları daha doğrusu 2 oyunu var. Gaziantep Fenerbahçe oyundayıq. Fenerbahçe 3-cü ligdə 3-cü sıradadır, Gaziantep 5-ci sıradadır. 2 xal fərqləri var. 19 Fenerbahçe'də, 17 Gaziantep'də. İnşallah maraqlı bir oyun olar. Gaziantep'dən ən azı bir bərabərlik gözləyirəm. Qələbə də qazana bilər çünki Gaziantep yaxşı oynayır. Son oyunları, son 4-5 oyunu yaxşı oynayır. Oyunu başlayacaq, oyunda keçməmişdən qabaq onu deyim ki, hakemlərin danışılmadığı bir oyun deyirəm. Çünki günləri oxuduğum bəzi şeylərdə hakemlər bahis oynadığı ortaya çıxıb. Yəni bizim bilə qumar oynadığı, oyun qumarı, futbol qumarı. Oyuncular oynayan hakemlərin də adları açıqlanacaq məncə sabahda bir gündə. Görək onlar kimdir. İnşallah maraqlı bir oyun olar. Gaziantep'in oyunu yaxşıdır, yaxşı oyun oynayır. İnşallah qələbə qazanar. Qazanmasa da bir bərabərlik. Oyun başlayır. Keçə oyuna. İnşallah Gaziantep qazansın ki, Galatasarayla fərq xalqı azalmasın. 9 xalqı Galatasarayla fərq xalqı. 28 Galatasarayda, 19 Fenerbahçe'dədir. Oyuna keçməmişdən qabaq dostlar, kanalıma abunə olun, videolarımı bəyənirsinizsə, çəkdiyim videoları bəyənin, takip edin, yorumlarınızı yazın, fikirlərinizi bildirin ki, mən də sizin fikirləri hamısını yazdığı şərhlər hamısını oxuyuram, cavab verməyə də çalışıram. Daha da yaxşı olmaq üçün, kanalın daha da böyüməsi üçün. Keçək dostlar oyuna. Allah! Bırakmayın da. Bozbaş vurdu. Gaziantep 0, Fenerbahçe 1. 5. dəqiqə. Tez də vurdular, qolu çox tez vurdular. Səhvdir burada, müdafiənin səhvidir. Bax, topa qalxmağa bax. Topa heç kimi qalxmır orada. Kim qalxdı burada? Sen söyle şimdi. Bu şeylə də bu Alvarez kimdir? Ondan heç kim qalxmır orada. Qapıcı qalxır, qapıcısa boşa çıxır. Ya vurdu yenə. Savaşdı adamlar, Allah'ın olsun. 1-0. Oyunun əvvəlində oyun bir başlasın. Bir oyun başlasın. Bir oyun başlasın, top bırakın. Tez bırakmak pis oldu da. Gaziantep tez top bırakmak pis oldu. Sarılır, uymadı, bırakmadı. Ya 2-0. 2-0 oldu dostlar, 2-0 El Nesiri. İkinci golda El Nesiri. Dediler El Nesiri oynayabilmir. Bir tane oyunda 2 tane gol vurdu. 6. gol oldu. Burada müdafiə çox boşdur. Oynayamır Gaziantep'in müdafiəsi çox. Obusu oyunlarda Gaziantep Spor yaxşı oynayırdı. Eşək kimi oynayırdılar, qaçırdılar. İndi oturublar müdafiə. Öz yerlərindən çıxa bilmirlər. Çıxanda da verirlər təzə Fenerbahçe'yə qayıdırlar. Atdıkları pas, dəqiq paslar ata bilmirlər. İtirirlər topları tez-tez. Belə olacaq. Bir də hələ bundan qalıb birini də vurdu. Direkdən qayıtdı. 2-0. Rahat, belə görsən ki, rahat qazanacaq. Gaziantep Spor'un oynadığı bu oyundan görünür ki, Fenerbahçe rahat qazanacaq. Bədbəxt adamlar. Gaziantep Futbol Kulübü 0, Fenerbahçe 2. Orta alanda Alvarez sektirdi. Lungo'yu kafayla indirdi. Gaziantep Futbol Kulübü hata. Vur bunu. Ver daha. Ver. Lungo'yu sen ayağım ben. Lungo belə də var, o söküb dağıdır bu Lungo'yu. Top ayağında saxlaya bilmir. Necə oyuncusan sən ha? Kontra. Koyma, vurdu. Qapıcı, yaxşı. 43 dəqiqədə 3 dəfə gəliblər, cəmi 4 dəfə gəliblər. Onda gəlirlər, axırda zayn çıxardılar. Heç oyuncu tutmadılar. Oy, sənəcə bilə qalasın ha.
Heç olmasa bir tanesi birinci hissə qurtarmamış vursaydı, ikinci hissədə bəlkə bir dənə vura bilərdilər. Fenerbahçe ikinci goldan sonra Sol kanatta biraz sakitləşdi. Oyuna sürətli başlamışdı. Qollarını da attı elinə ilə 2 dənə gol. Biraz sakitləşib vurmaq olardı, amma Gaziantepspor gələ bilir ki, arada sırada bir dəfə gəlir, onda Rodriguez. gəlirlər, axırda təzədən yer verirlər Fenerbahçe. Melih. 45. dakika. Ve karşılaştırma. Dostlar ilk hissə bitdi. İlk hissə Gaziantep 0, Fenerbahçe 2. Çox danışmaq istəmirəm. İkinci hissənin oyun bitəndən sonra danışarıq. Yusuf En-Nesyri. İkinci hissədə görüşək. Dikembe gelecek. Dostlar ikinci hissə Gaziantep daha istəkli başlayıb. Fenerbahçe'dən daha qola istəkli başlayıb. 2 dənə, 3 dənə təhlükəli qapıya zərbələr də oldu, amma dəqiq alınmadı, vura bilmədilər. Fenerbahçe biraz çəkilib arxaya. İnşallah Gaziantep vurar qol. Bu məğlub olmaz məncə. Mənim fikrimcə məğlub olmamalıdır. Çünki Gaziantep neçə oyunda yaxşı oynayır. En azından bir gol vursun heç olmasa. Birinci gol gəlsə, hələ ki ikinci hissənin əvvəlləridir. Bir dənə golu vursa məncə ikincini də vura bilər. Amma biraz dəqiq oynamaq lazımdır. Amma daha istəkli başlayıb. Görürəm ki, Gaziantep daha istəkli başlayıb. İnşallah bir dənə də gol vurar. Burada dostlar düşdü. İki oyuncu arasında topu vermədi Levent Merzan. Sərbəst vuruş vurmaq üçün şeyə. Gaziantep oyuncuya. Osterwolde şeylə mübahisə elədi oyunçu. Fredlə. Fred'i itti. Osterwolde gəldi. Osterwolde verdi sarı kart, Osterwolde'yə verilməli idi. Osterwolde'yə verilməli idi. Çünki Osterwolde qıraqdan gəldi, oyunçunu itti. Elə bir şey üçün gəlmişdi. Bu dava eləməsi üçün gəlmişdi. Sarı kart verdi. Düz iki oyuncuya da sarı kart verdi. Çünki burada Fredlə diyalogdaydı Fredlə. O da böyrdən gəldi, oyunçunu itti. Sarı kartda aldı. Mən elə bildim onun bir dənə də sarı kartı var. Yoxmuş, bir dənə sarı kartı varmış. Olsaydı qırmızı kartıdır. Ona elə rahat gəldi də. Ona görə elə rahat gəldi, oyunçunu itti. Gaziantepspor'da heç nə. İkinci hissənin əvvəllərində biraz atak elədi, biraz dənədilər, biraz yoxladılar. Gördülər getməyib, bunlar dedi ki, çox belə istəkli oynamırlar. 73 dəqiqədir. Nə Fenerbahçe, nə də elə ayaqlarına elə düşəndə, fürsət olanda atak edirlər. Belə oyunda gələcək. Ya Fenerbahçe birində vuracaq, ya da 2-0 tutaracaq. El-Nesiri, qapıçı qəşəng çıxartdı. El-Nesiri vururdu ya, hat-trick elirdi El-Nesiri ya. Qapısının üstünə vurdu, qapıçı qəşəng çıxartdı. Hat-trick eləyəcəkdi. O sonra deyirlər ki, El-Nesiri olmur. O eşidib Fenerbahçeləri El-Nesiri. O qədər küfür edirlər ona. Bir daha oynamaya başlayıb. Üçüncü golu vurub hat-trick eləyəcəkdi. Qapıçı çıxartdı. 9 dənə. Evet. Aldın. Vurma. Vurma da. Hara vurursan axı. Ay. 81. dakika. Talisca geliyor. Talisca. Setka değil mi? Bir gol. Harika bir gol. Gaziantep'in qapıçı Setka değil. Vallahi böyle. Setka değil ya. Bundan qabaqki epizodda heç nə udar vurdu. Zərbə möhkəm deyildi. Tuta bilmədi. Osterwolde gəldi, vurdu dirəyə. Orada bəxti gətirdi. İndi zərbəsindən buraxdı, topa baxır. Kül başlı. Heç olmasa dedim bir dənə vurarıq, bir dənə. Heç olmasa bir dənə gol vururdunuz. 3-0, rahat kazanır, rahat. Rodriguez'in elle teması. Serbest vuruşu verdi. Maçın hakemi Anderson Talisca topun başına geçti. Orada top bırakarlar ha, orada top bırakarlar ha. Sol ayağıyla. Böyle kül baş var senden. Kül bədbəxt baş var sen. Fenerbahçe'yi rahatlatan gol. Bıraxa topunu. Bari bıraxdı topa baxayım. Top bırakarlar ha. Melih'in yerine oyunda. Kırmızı da var ya. Ekibin istedi arkadaşlar. Oo. Kırmızı kart. Devam etti ama Burada Gaziantep'li oyuncunun epizodu
Talişka yaptığı hərəkət məncə qırmızı kart. Sarı verdi, avantaja bıraktı, sonradan saxladı, sarı verdi. Məncə qırmızı olmalıdır. Çünki ayaqdan, ayaq tabanına arxadan bastı. Məncə qırmızı. Düz deməli lazımsa, mənim fikrimcə qırmızı kart almalıdır Gaziantep oyuncusu. Görək var baxacaq. Maçın hakemi Var çağırdı. pozisyonu izlemeye gidiyor. Vardan Kırmızı kart. sonrasında Atilla Çünki topla gələndə arxadan ayağının tabanına bastı ayağıyla. Tabanına bastı. pozisyonu izlemeye geldi şimdi. Avantaja bıraktı. Avantajdan sonra sarı kart verdi ama indi var çağırdı. Abi qırmızı deyib qırıla da bilərdi ayağı. İşte pozisyon. Of. Kırmızı. Farklı açılardan ekranlarınızda Atilla Karaoğlan izledi. Kırmızı kart. Oyun alanına döndü. Varda izledim diyor. Kırmızı. İptal ettim diyor. Kırmızı kart. Yani düzün demək lazımdır. Kırmızı kart da çünki Cebine götürüyor ve kırmızı kart oyuncunun gösteriyor. ayağı da qırıla bilər orada biləngdən. 86. dakika. Özü də bilir. O heç etiraz eləmir. Özü də bilir nə elədi. Kalıyor. 86-cı dəqiqə hər şey 12-də qalmasa yenə heç nə deyil. 0-da bir oyun oynamırlar. Burada yerde kalmıştı. Kırmızı kart. Maçın hakemi avantajı bıraktı. Fenerbahçe atağında ama Talisca. Semedo. Talisca. Kaleye baktı. Talisca yayın üzerinde. Talisca. Mükemmel gol. 4-0. Mükemmel gol. Talisca. 8. Anderson Talisca. 4-0. Harikulade bir gol daha. Gaziantep 0 Fenerbahçe'də də müəllim oynamır Gaziantep. Baxmağın da yeri yoxdur. Nefis goller. Ləzzət də eləmir oyuna baxmaq. Bu oyun oynamır Gaziantep təmsil. Vəbşi oyun oynamırdı, ondan sonra heç oynamır. Gaziantep'te Fenerbahçe farkı 4'e çıkarıyor. İşte İndi rahat gəldi, yeri-yerə gəlirlər Fenerbahçe. Talisca. Yeri-yerə, keçir, yeri-yerə keçdi, açdı özü üçün qabağını açdı Talişka, rahat vurdu. Ya rahat açdı vurdu. Kırmızı kart aldırdı, 2 dənə gol vurdu. Nadir Neyse. oyunculardan biri Talisca. Elədi də. 2 dənə Talişka, 2 dənə Nesil. 4-0. Qurtar edək. Ve son düdük. Atilla Karaoğlan Gaziantep'te Dostlar oyun bitti. Fenerbahçe rahat qələbə qazandı. 4-0. Hələ 5 də vura bilərdi son dəqiqələrdə. Oyunda da 1-2 dənə epizod oldu. 5 də ola bilərdi. Gaziantep Fenerbahçe. qətiyyən oyun oynamadı. Yəni heç cür oyun oynamadı. Təhlükəli gəldiyi vəziyyətlərdə o qədər, yəni bu necə qaçar elə bir epizodlar deyildi. Rahat qazandı. Gözləyirlər ki, Gaziantepspor Fenerbahçeyə çətinlik yaratsın. Mən də gözləyirdim şəxsən. Ən azından bir gol gözləyirdim, bir bərabərlik gözləyirdim. Heç nə bərabərlik, heç qollluq da oyun oynamadı. Bir gol da vurmaq üçün oynamadı. İkinci hissənin əvvəllərində biraz istədilər nəsə eləsinlər, gördülər yox, qol vura bilməyəcəklər. Onlar da oturdular sakit oynamaq üçün. Öyle alınma diye oynamadılar. Böyle boş yere elə gəlmişlər. Elə 4-0 bir oyundu. Elə bir 3-4 həftə ki, yaxşı oynayan Gaziantep getdiyi yerinə başqa bir komanda gəldi. Rahat uduzdular. Təbrik edir Fenerbahçe, qələbə qazandı. Galatasarayla fərq xalqını 6-ya düşürdülər. 3-cü yerdədirlər. 2-ci yerdə Trabzon'da bir xal qaladadır Fenerbahçe'dən. Gələn həftə yaxşı oyunlar var. Galatasaray, Trabzonspor. Yoxsa Trabzonspor, Galatasaray dəqiq onu bilmirəm, amma bilirəm ki, Trabzonda Galatasaray oynayacaq və Fenerbahçe Beşiktaş ya da Beşiktaş Fenerbahçe oyunları olacaq, yaxşı oyunlar olacaq. Burada yekunlaşdıraq. İnşallah gələn həftələrdə, gələn oyunlarda, gələn təbii videolarda görüşərik. Dostlar, videolarımı bəyənin, takip edin, yorumlarınızı yazın, fikirlərinizi bildirin ki, mən də belə videoları çəkməyə davam edin. Sağ olun dostlar, özünüzdən müğayət olun.